sərgiyə namizədik. Sən daha da gözəlləşibsən, Laləcan. Hörüklərin də uzanıb. Bəs sənin araqçının hanı? Araqçının mı? Oradadır. Bura bax, Bilqeyis. Eğer bir kız başının yaylığını bir oğlana bağışlasa ne olar? O olar ki, öz qəlbini də oğlana bağışlar. Doğrudan mı? Əlbəttə, nöqsanlarımız da var. Onsuz ola bilməz ki. Elədir Münəvvər xanım. İş noksansız olmaz, yaxşı da, yamansız. Hamısını göstərəcəyəm, hamısını, yaxşısını da, pisini də. Buyurun, hamısını göstərəcəyəm. Sen hele yaylığını hiç kime bağışlamayıpsan? Mən mi? Mənim yaylığımı almaq hər oğlanın hünəri deyil. Bilqeyis, deyəsən yaylığın səndən öz üzünə qaçıb getmək istəyir. Gəl gidək. Mən sonra sənə hamısını danışaram. Əziz və mehriban qonaqlar, gəlin elə Bilqeyizin sahəsindən başlayaq. Deyəsən burada həmişə sənin sahənlə başlayırlar. Yox. Yox, kolxozumuzda başqa sahələr də var. Məsələn, böyük kişi, onun sahəsi... Mən onu görmüşəm. Harda? Görərsiniz, necə gözəl sahə. Sonra sənə deyərəm. Buyurun, buyurun, gedəyim baxayım. Buyurun, Buyurun. O niye dinmir? Niyə dinmirsən? Bilirsən Bilqeyis, heç mən önəmlə deyim, sənin sahən yaxşıdır, yoxsa böyük kişininki? Məncə onunki yaxşıdır. Kolları yaxşı çiçəklənir, sıxlığı da çox yaxşıdır. Amma inciməyəsən, ha? Yox, niyə inciyirəm? Mən ki, öz sahəmi tərifləmirəm. Bəyənmədin? Buna bax, görəsən onun öz sahəsi necədir? Zərəl yoxdur. İndi biz ona təcrübə sahəsini göstərərik. Bu, nə olan şeydir? Qozadır. Bu vaxt qozu olar. Görürsən də. Bu nədir, tez dəyən növdür? Toxumları hardan tapıbsan? Necə becərsən, danış. Yox, niyə danışıram? Bu sirridir. Gələn il mən öz sahəmdə bu toxumlardan əkib, ən yüksək məhsul almağa çalışacağam və yarışlarda birinciliyi qazanacağam. Belə pambıqla sən elə bu il birinciliyi qazanacaqsan. Bu ki, yenilikdir. Sən qoçaqsan Bilqeyis. Nə olar, mən də çalışaram. Bəlkə gələn il... Ay dəli!